Bağ sezonunu açıq elan edirik. Havalar isindisə təbii ki, uşaqların ən sevdiyi baseyni sezonunu açıq etməyimiz mütləq idi. Və mən də rəfiqəmlə birlikdə övladlarımızı da aldıq, keçdik bağa və dedik gözəl bir gün keçirdik. Həqiqətən də o qədər gözəl vaxt keçirdik ki, övladlarımız da gözəl əyləndilər, biz də gözəl vaxtımızı keçirdə bildik. Həm gözəl dadlı yeməklər hazırladıq, həm hazır sifarişlə sushi sifariş etdik və eyni zamanda da uşaqlarımızdan bir araya gəlib bişirdiyimiz yeməklərdən də süfrəyə düzdük və gözəl də yeməklərimizi yedik, vaxtımızı gözəl keçirdik. Amma sizə onu deyim ki, mən istirahət mərkəzlərində getdiyim, dəniz kənarı olsun, baseyni olsun, mən orada dincələ bilmirəm. Çünki rahatçılığıma çox düşkünəm. Həm də eyni zamanda övladlarımın da rahatçılığını maksimum dərəcədə düşünən bir insanam. Və düşünürəm ki, uşaqlar evdə daha çox dincəlib, vaxtlarını gözəl keçirdib, gözəl əylənə bilirlər. Məhz bunun üçün də bağı seçdik ki, bağda daha gözəl, uzun vaxtımızı həm keçirdək, həm də rahat uşaqlarımız da özümüz də dincəlib istirahətimizi edək. Bəs sizlər necə, övladlarınızla daha çox dincələ bilirsiniz, yoxsa rəfiqələrinizlə? Bizim övladlarımız o qədər sakit və ağıllı uşaqlardılar ki, maşallah, həqiqətən də onlarla belə istirahət bizə çox xoş gəlir. Və burada da gördüyünüz kimi uşaqlar baseyndə həqiqətən də çox əylənirdilər. Və bu da bizim adət-ənənəmizdə, uşaqlığımızdan qarpızın üstündəki o yumru bir şey kəsirik və dilək tuturuq və beləcə də rəngləri seçirsiniz, güya ki, arzunuz yerinə yetir. Nəysə, burada da məndə alınmadı və burada da gəldim, süfrəni hazırladım. Uşaqlar baseyndə əylənərkən mən də bir-bir rəfiqəmlə həm masanı bəzədim dediyim kimi, həm də yeməkləri hazırlayırdım. Təbii ki, bu sırada yemək bişirdi və artıq yeməyimiz də hazırdı. Yeməyin qoxusu və dadı o qədər gözəl idi ki, həqiqətən də evdə hazırlanan yemək bir başqadır. Və bu da təbii ki, sushi də bizim süfrəmizin olmazsa olmazıdır. Uşaqlarımız gəldilər, dincəldilər, yeməklərini yedilər və axşam tərəfi yenə də baseyndən dincəldilər, biraz əyləndilər, oynadılar. Amma sizə də onu deyim ki, gündə o qədər baseyndə oynadılar ki, axşam bədənləri yanmışdı. Bunun üçün məhz uşaqlara gün kremləri olur və onları bilirsiniz ki, mütləq uşaqlara tətbiq eləmək lazımdır. Və təbii ki, günün altında çox qalmamaq şərti ilə bizimkilər sezonu ilk açıq etdiklərinə görə dedim doyunca əylənsinlər. Təbii ki, biz də Türk kahvemizi hazırladıq. Uşaqların əyləncəsini seyr edib, həm onlarla zarafatlaşıb oynayırdıq, həm özümüz gəlmişdən, keçmişdən söhbət edirdik. Həqiqətən də rəfiqə seçəndə öz ruh ekizini seçməlisən ki, mənim rəfiqəm həqiqətən də oxşar xasiyyətdə və oxşar zövqdə olduğumuz üçün bir yerdə zaman keçirdikdə isə çox əylənirik. Və bu da kahvemiz. Burada da gəldik, keçdik evə və dedik biraz da evdə oturaq, dincələk. Burada da gördüyünüz kimi uşaqlar hələ də əl çəkmirdilər və əylənirdilər. Bu qədər çalışdım. Qısa da olsa, təbii ki, bu vaxt olaraq uzundur, amma çalışdım, biraz da qısaldım. Bu bir gün ərzində keçirdiyimiz gözəl, maraqlı günü sizlərlə də bölüşmək istədim. Bəs sizlər harda daha çox vaxtınızı keçirtməyi sevirsiniz? Rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Hələlik.